Dostlar salam, Qusarın Ciləgir kəndindəyəm və burada bizim komanda 3 kotejdə santexnika işi görür. Burada biz isidilən döşəmə və su təchizatı sistemlərini quraşdırmışıq. Keçək qazanxanaya baxaq. Hər kotejin qazanxanası müstəqildir, görə bilərsiniz. Burada kotejlərin hər birində Warmhouse, Yeva, kondens tipli kombi quraşdırılıb. Dərhal bunun arxasında hamamdır. Gördüyünüz kimi reefingin metaloplast borularından istifadə eləmişik, ekonom olsun. Və isidilən döşəmə sistemi. 5 kontur 1-ci mərtəbədə, 5 kontur 2-ci mərtəbədə. Kollektorları tərs quraşdırmışıq və bizim konturlarımız yuxarı qalxır. Hər kotejin hidrozərbə amortisatoru və təzyiq reduktoru da var. Bu isə isti-soyuq su təchizatı kollektorlarıdır. Bu isə kotejin ön hissəsidir. Burada vitraj pəncərə olacaq və 10 sm arası olmaqla isidilən döşəmə borusunu çəkmişik. Bu əyrilikləri görürsünüz də. Bu ona görədir ki, oradan gün düşür. Pex boru uzanır, uzandığına görə də əyilir. Bu isə hamam otağıdır. Burada biz Alcadre'nin installasiyasını quraşdırmışıq və Kasın divar içi qarışdırıcıları. Hələ tam hazır deyil, amma artıq ümumi mənzərə var. Bu isə bizim bütün kotejlərin kollektorudur. Sonra bypass və polifosfat filtrimiz var. İncə təmizləmə filtrləri nasosun yanında olacaq. Və sonra 3 kotejin hər birindən xətt gedir. Bir kotej ehtiyatdadır. Bu isə bu kotejdir. Burada da gördüyünüz kimi hələ proses gedir. Bu qədər dostlar, özünüzə yaxşı baxın. Yoxdur, qoy qalır.